Seçkilerle bağlı necə düşünürsünüz? Sizcə hakim partiya düzgün işləyib? Biz sülh gətirən, əskəri qoruyan rəhbərliyə minnətdarıq. Buna görə də həmin alçaqlar kənara çəkilsinlər. Biz düzgün seçim etmişik. Çünki hakim partiya Nikol Paşinyanın rəhbərliyi altında erməni xalqı üçün hər şeyi edir ki, erməni insanı ölməsin, müharibə olmasın. Amma onlar bizi yenidən Rusiyanın təsiri altına salmaq istəyirlər. Həmin talançılar, o cümlədən birinci prezident Levon Ter-Petrosyan, Koçaryan, Serj Sarkisyan və Karapetyanlar nə qədər pul paylasalar da heç nə bacarmadılar. Çünki xalqın ağlı var. Xalq normal düşünür və öz rifahı üçün hazırki rəhbərliyin düzgün olduğunu anlayır. Buna görə də mən bir müharibə iştirakçısı olaraq hakim partiyaya və yaxşı işləyən insanlara təşəkkür edirəm. Bəli, mən müraciət yazmışam, mənə kömək etməyiblər, amma yenə də onları dəstəkləyirəm. Çünki ən vacib odur ki, əskərlər həlak olunur. 44 günlük müharibəni isə 3 keçmiş prezident təhrik edib. Mən bunu çox yaxşı bilirəm. Siz müharibə iştirakçısısınız. Birinci müharibədə iştirak etmişəm. İkinci müharibədə isə ehtiyat qüvvədə olmuşam. Biz gözləyirdik ki, üzərimizə hücum etməsinlər. Hazırda Qarabağın artıq mövcud olmamasını necə qiymətləndirirsiniz? Birinci müharibədə Qarabağın azad olunmasında iştirak etmişəm. Onlar Qarabağın statusunu əldə edə bilmədilər. Bu, Qarabağ rəhbərliyinin səhvi idi. Onlar öz pullarını və kreslolarını qoruyurdular. Amma status məsələsini həll etmədilər və birlik nümayiş etdirmədilər. Paşinyanın Qarabağ Ermənistandır və nöqtə dediyini xatırlayırsınız. Amma Arayik Harutyunyan onu dəstəkləmədi. Birliyin olmaması məğlubiyyətə gətirib çıxardı. Qarabağ əvvəllər Azərbaycanın tərkibində olub. Rusiya onu satır. Rusiya ikinci dəfə də satdı. Rusiya Naxçıvanı, Gəncəni, Qarabağı və Qərbi Ermənistanı satdı. Mən Andranikin kitabını oxumuşam və bunu yaxşı xatırlayıram. Məğlubiyyətimizin səbəbi birlik olmamağımızdır. Biz bir-birimizin yaxşı yaşamasını istəmədikcə məhv olacaq. Buna görə də bir olmalıyıq. Bütün siyasətçilər öz pulları üçün işləyirlər. Rusiya çox şirkli dövlətdir və əsrlər boyu bizi yarı yolda qoyur. Mən şəxsən Rusiyada ezamiyyətdə olmuşam. Rus xalqı yaxşıdır, amma onu idarə edənlər erməni xalqını istismar edirlər. Hazırki rəhbərliyə təşəkkür edirəm. Biz Paşinyandan daha sərt və daha ayıq olmasını tələb etməliyik. Hökuməti təhqir edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Paşinyanı təhqir etmək təkcə Paşinyanı yox, bütün erməni xalqını təhqir etmək deməkdir. Hökumət daha sərt olmalıdır ki, insanlar hədlərini aşmasınlar. Bəzi insanlar çox az pul müqabilində hər şeyi satırlar. Onlar xəyanətkarlardır.